Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır. Bu barədə 124 Aza Nazirlikdən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsil verənlərin peşəkar bilik, bacarıq və sərişlərinin qiymətləndirilməsi məqsədi ilə əmək qanunvericiliyin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyası keçirilir. Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib. Mayın 12-sində başlayacaq növbəti mərhələdə isə Quba, Xaçmaz, Milmuğan və Şirvan, Salyan regionları üzrə 20 musiqi və incəsənət məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin, habelə əvvəlki mərhələdə üzürlü səbəbdən iştirak edə bilməyən təhsil verənlərin ümumilikdə 620 işçinin attestasiyası keçiriləcək. Həmin ixtisaslar üzrə komissiyalar formalaşdırılıb və attestasiyanın təşkili ilə bağlı texniki komanda tam şəkildə təlimatlandırılıb.